Yağlı qat-qat xəmirdən şəkərbura hazırladıq. Üçün ilk öncə xəmir yoğururuq, xəmirə maya əlavə eləyirik, daha una, daha sonra üzərinə xamasın, qaymağın, simitanın əlavə eləyib 4000-5000 belə yumurta əlavə edirəm və yağ əlavə eləyir. Daha sonra südlə qalan xəmiri yoğururuq. Burada diqqət edəcəyiniz olsun sizin ununuzun daha keyfiyyətli olmağı və xəmiri tam yaxşı yoğurma. Xəmiri yoğurub kənara qoyuruq. O mayalanınca biz içiliyi hazırlayırıq. Deməli 1 kiloqram təmiz çəkilmiş qoz ləpəsinə əlavə eləyirik 800 qram pesoq. Çünki bizdə çoxu şirin sevmir ona görə. Daha sonra xəmir mayalanır. Belə kündələr ayırıb xalam yayırıq burada. Yayırıq beləcə. Deməli 4 kündə yayılır. 4 kündə yayılandan sonra bütün o yaymalar belə yağlanır. 4 qat olmalıdır. Birinci qat, ikinci qat belə yağlanır, üçüncü qatda yağlanır. Artıq dördüncü qatda yağlanandan sonra başlayırıq həmin qatdan sonra kəsməyə. Göstərəcəm sizə və bu kəsdiklərimizdə olur bizim şəkərburanın xəmiri. Bu da olur yağlama şəkərbura deyirik biz buna. Qat-qat xəmirdən olur. Bu kəsdiyimiz qatlamaları, yəni xəmirləri biz mütləq şəkildə xaldenikin soyuq gözünə qoymalıyıq. Yəni və yaxud da soyuğa da qoya bilərsiniz. Mütləq şəkildə həmin o yağ onun içində bərkiməlidir ki, istədiyimiz bəzəyi, istədiyimiz formanı şəkərburaya verə bilərik. Bir kəsimdən, yəni 1-4 qatdan 11 dənə şəkərbura xəmirə çıxır. Biz altdan eləmişdik. Təxmini 60-dan yuxarı şəkərburaydı. Tam soyandan sonra belə mən yayıram. Xalam için doldurur, qurağın vurur. Xalam qızı və yaxud da qurağın vurur, maqqaşlayır, yəni bəzəyə vurur. Bu arada mənim yeni layihəm var. Hansı ki, evdən işləmək istəyən xanımlar 12 manat ödəniş etməklə yüksək qazançlara sahib ola bilərlər. Mənə yaza bilərsiniz. Belə burada xalamın şəkərburanın içində doldurmağını göstərdim. Xalam qızının belə qəşəng qırağın vurmağını və naxış vurmağını göstərdim. Mən əslində çox da səliqəli bacarmıram. Hə, deyəcəksiniz ki, niyə bunlar qızarıb, qızarmamalıdır? Birincisi, yağlı xəmir olduğuna görə çox rahat olmur. Yəni istədiyimiz bəzəyi vermək və mama üzəri qızarmış sevir deyə ona görə belə üzəri qızarmış götürüb. Yağlı xəmir